Biri var idi, biri yox idi. Balaca bir qız var idi. Onun adı Lila idi. Lila 4 yaşındaydı. Çox mehriban və xəyallarla dolu bir qız idi. Özünün balaca dünyası var idi. Atasını və anasını çox sevirdi. Lila hər gün uşaq bağçasına gedirdi. Axşam isə evə qayıdırdı. Oynayırdı, gülürdü, amma bəzən ürəyində özünü biraz tək hiss edirdi. Gecələr yatmazdan əvvəl pəncərənin yanına yaxınlaşırdı. Aya baxmağı çox sevirdi. Aya baxa-baxa düşünürdü. Görəsən, uzaq planetlərdə kimlər yaşayır? Orada uşaqlar varmı? Bir gecə yenə aya baxarkən birdən göydə parlaq bir işıq gördü. İşıq çox balacaydı, alma böyüklüyündə idi. Sakitcə pəncərənin qarşısında dayandı. Sonra o işıqdan nazik bir şüa otağın içinə düşdü. Şüa yavaş-yavaş yaxınlaşdı və birdən mavi bir varlığa çevrildi. Bu mavi varlıq balacaydı, şirin idi, biraz da itə bənzəyirdi. Varlıq Lilanın yanına gəldi və mehriban səslə danışdı. Salam, qorxma, mən sənin dostunam. Lila təəccübləndi, amma qorxmadı. Sakit səslə soruşdu. Sən kimsən? Mavi varlıq gülümsədi və dedi. Mən başqa planetdən gəlmişəm, Marsdan. Mənim adım Stitch'dir. Planetimdə pis adamlar var idi. Mən onlardan qaçdım. Mən dost axtarırdım və səni tapdım. Lila çox sevindi. Stitch ona çox xoş gəldi. Onlar biraz söhbət etdilər, biraz da güldülər. Sonra yan-yana uzandılar və birlikdə yuxuya getdilər. Səhər açıldı. Lilanın anası otağa girdi. Qızının yanında qəribə bir oyuncaq gördü. Amma birdən o oyuncaq danışdı. Ana çox təəccübləndi. Lila oyandı və dedi. Ana, bu mənim yeni dostumdur. Onun adı Stitch'dir. O bizimlə yaşaya bilərmi? Ana biraz düşündü. Sonra dedi. Bilmirəm balam, bu biraz qəribədir. Sonra hamı bağçaya getmək üçün hazırlaşdı. Evdən çıxdılar. Parkın yanından keçəndə birdən göydən başqa bir UFO endi. UFO çox böyük idi. UFO'dan 2 iri yad planetli düşdü. Onlar Stitch'e tərəf gəlib dedilər. Stitch, sən bizimlə gəlməlisən. Amma Stitch dərhal Lilanı qucaqladı. Yox, mən getmək istəmirəm. Mən Lila ilə qalmaq istəyirəm. O mənim dostumdur. Ana tez polisə zəng etdi. Birazdan iri cüssəli polislər gəldilər. Pis yad planetliləri tutdular və onları polis məntəqəsinə apardılar. Hər şey sakitləşdi. Lila gülümsədi və dedi. Ana, gördün? Stitch yaxşıdır. O mənim dostumdur. Ana Stitch'e baxdı və mehriban səslə dedi. Əgər sən yaxşı və mehribansansa, biz də səninlə dost ola bilərik. Stitch çox sevindi. Lila artıq tək deyildi. Onun ulduzlardan gələn bir dostu var idi və onlar birlikdə çox gözəl günlər yaşadılar.